Rabil doktor salam. Aleyküm salam. Müəyyən pasiyentlər mövcuddur ki, bir neçə dəfə yırtıq əməliyyatı keçirdib və yenidən yırtıq əmələ gəlib, belə deyək, bir növ onlarda bir fobiya formalaşıbdır. Və əməliyyata getmirlər, ömürlərini də belə başa vurmağı planlaşdırırlar. Bunlara nə deyə bilərsiniz bu pasiyentlərə? Bəli, doğru vurğulayırsınız. Belə insanlar var. Bizim də praktikamızda belə insanlar az olmayıb və onlar artıq həkimə getməkdən yorulublar və həkimə qarşı içlərində bir inamsızlıq var. Həqiqətən də bu xəstələrin bir neçəsini əməliyyat eləmişik. Hətta 8 dəfə əməliyyat olunmuş, 6, 7, 8 dəfə əməliyyat olunmuş xəstələrimiz olub ki, həmin xəstələri bir neçə ildir artıq biz əməliyyat eləmişik. Əməliyyatdan sonra yenidən yırtıq əmələ gəldiyini izləmirik. Bu bizi sevindirir. Həmin xəstələrə də tövsiyə edirəm ki, əgər sizdə və yaxınlarınızda belə bir problem varsa, buyurun gəlin, biz sizi müayinə edək. Əgər müayinə əsasında aşkar olunmuş və tərəfimizdən icra olunaraq həmin problemi aradan qaldıra biləcək bir metodika əlimizdə varsa, sizinlə bunu bölüşürük. Əgər sizi və ətrafdakı sizin yaxınlarınızı qane edəcək bir fikirdirsə, bu fikir üzərindən biz sizə yaxınlaşaraq sizi yüksək səviyyədə və yüksək keyfiyyətli materialları istifadə etməklə əməliyyat edə bilərik və əməliyyatdan sonra artıq yırtıq problemindən qurtula bilərsiniz. Bütün yırtıq formaları ilə, qarın yırtıqlarından gedir söhbət. Tam etibarlı olaraq bizə müraciət edə bilərsiniz. Diqqətiniz üçün sağ olun.